Herkese salam. Mən bugün 9 siniflərin buraxılış imtahanına dəstək məqsədi ilə imtahana düşə biləcək mövzularla bağlı test nömrələrinin izahını vermək istəyirəm. Və bir şey qeyd edim ki, mənim bugün izah edəcəyim test nömrələrindəki mövzular həm struktur baxımından, həm də mövzu baxımından imtahanda düşəcək. Ona görə diqqətlə qulaq asın. 21-ci sual. Tərz hərəkət zərfi hansı cümlədə işlənib? Dəvə susuzluq keçirdiyi müddətdə çəkisini xeyli itirir. Bu cümlədə ümumiyyətlə bizim zərfimiz xeylidir. Lakin bu miqdar zərfidir, yəni tərz hərəkət zərfi deyil. Ona görə də A deyil. Qəfəsin ağzı açılan kimi quşlar yuxarıya qalxaraq uçub gedirdilər. Bu cümlədə zərf yuxarıdır, lakin bu da yer zərfidir. Ona görə B də deyil. Bəzi şagirdlər burada çaşa bilər ki, qəfəsin ağzı açılan kimi nə zaman, lakin bu zərf yox, zərflikdir. Yəni burada zərf yoxdur. Sadəcə olaraq burada açılan feili sifətinə kimi qoşması qoşulub. Ona görə də yəni bu zərf deyil. C-yə baxaq. Qonaqlar içəri girəndə ildırım ayağa durdu. Burada da yəni zərf sadəcə olaraq içəridir, lakin bu da yer zərfidir. Ona görə C də deyil. D-yə baxaq. O özünə daim iş axtarırdı. Daim iş axtarırdı, yəni zaman zərfi kimi, yəni nə zaman iş axtarır, daim iş axtarırdı, də deyil. Y-yə baxaq, oteldən çıxıb birbaşa hava limanına yollandıq. Birbaşa yollandıq. Necə yollandıq, nə cür yollandıq? Birbaşa yollandıq. Ona görə də tərz hərəkət zərfimiz olacaq burada Y variantı. Növbəti sual. Xəzərin sahilində türk tayfaları yaşamışlar cümləsindəki sözlərlə bağlı səhv fikirləri müəyyən edin. Türk adlı xalda olan isimdir. Deməli, burada mən baxıram ki, türk tayfaları, yəni türkün tayfaları biz bunu deyirik. Çünki burada tayfaları sözündəki ı mənsubiyyətdir. Əgər bu da mənsubiyyətdirsə, deməli bu tayfa türkə aiddir. Yəni türk də olur artıq onun yiyəsi, yəni sahibi. Ona görə türk burada yiyəlik haldır. Yəni adlı xal deyil, qeyri-müəyyən yiyəlik haldır. Türk tayfaları, türkün tayfaları. Deməli, bir yanlışdır, biri götürəcəm. Bir olmayan variantları çıxarsam, C və Y gedir. 2-yə baxaq. Yaşamışlar nəqli keçmiş zamanında olan düzəltmə feildir. Nəqli keçmiş zamanın şəkilçisi mış və ıbdır. Bu cəhətdən doğrudur, yaşamışlar. Və düzəltmədirmi baxaq. Yaşamışlar sözünün kökü yaşdır. Daha sonra A leksikdir. Bəli. Ümumiyyətlə, yaşamaqla bağlı bütün sözlərin kökünü yaş olaraq götürəcəksiniz. Çünki insan yaşı ilə yaşayır. Ona görə 2 də doğrudursa 2-ni götürməyəcəm. B-ni çıxıram. 3-ə baxaq. Tayfaları adlı xalda olan toplu isimdir. Türk tayfaları. Dedik ki, buradakı ı mənsubiyyətdir. Digər hal şəkilçilər də yoxdur. Adlı xal olacaq. Və toplu isimdirmi? Bəli. Çünki tayfa sözü yəni cəm şəkilçisi olmadan da cəmlik məzmunu bildirir. Yəni məzmunda cəmlik anlayışı var deyə toplu isimdir. Yəni 3 də doğrudur. 4-ə baxaq. Xəzərin mənsubiyyət şəkilçili xüsusi isimdir. Xəzərin sahili, xeyr, Xəzərin sözündəki in mənsubiyyət yox, yiyəlik hal şəkilçisidir. Ona görə də cavabımız olacaq burada D, 1, 4. 23. Biri mürəkkəb cümlədir. Sözün müxtəsəri xalqımız döyüşkəndir. Sözün müxtəsəri, burada bu ifadə ara sözdür, yəni nəticə bildirən ara sözdür. Ona görə də yəni burada sadəcə olaraq bir cümlə var. Xalqımız döyüşkəndir, yəni bu sadə cümlədir. B-yə baxaq. İstirahət günü olmasına baxmayaraq o birbaş Səfanın evinə getdi. Deməli, ümumiyyətlə bir şey qeyd edim ki, yəni baxmayaraq tipli cümlələri ümumiyyətlə mürəkkəb cümlə götürmürük adətən. Yəni burada çünki yəni ayrıca bir cümlə yoxdur. Yəni istirahət günü olmasına baxmayaraq. Yəni bu bir cümlə deyil. Ona görə də yəni bütövlükdə bir cümlə kimi, yəni bir dənə cümlə kimi sayacağıq biz bu cümləni. Yəni o birbaş Səfanın evinə getdi, yəni sadəcə sadə cümlədir. C-yə baxaq. Çay çox dərin idi, amma qorxulu deyildi. Deməli burada dərin idi xəbər, nə çay, qorxulu deyildi, nə yenə çay. Yəni burada iki xəbərim var, bir metodam var. Yəni bir metoda əgər iki xəbərə aiddirsə, o yəni mürəkkəb cümlə sayılmır, sadə cümlə sayılır. Yəni həmcins xəbərli sadə cümlədir. D-yə baxaq. Dedim, eşitmədin. Bəli, bu artıq mürəkkəb cümlədir. Niyə? Çünki mən dedim, amma sən eşitmədin. Yəni ayrı-ayrı mübtəda xəbəri var. Ona görə cavabımız olacaq burada D variantı. Y-yə də baxsaq, Tahir döşəməyə ayaq basanda yerin titrədiyini görüb Cəmilin qolundan bərk-bərk yapışdı. Bəli, burada da yəni nə etdi? Yapışdı kim? Tahir. Yəni burada bir mübtəda bir xəbər var. Yəni cümlədə digər bir cümlə yoxdur. Ona görə də Y sadə cümlədir. Ona görə cavabımız olacaq D variantı. 24-cü sual. Nümunədəki feillər hansı şəkillərdədir? Ürəkcə nə qədər bir olsaq da biz həyat yollarında ayrılmalıyıq. Deməli, burada bizim feilimiz olacaq olsaq, ikincisi olacaq ayrılmalıyıq.
Fe'l bölməsində səhv etmək istəmirsinizsə, mütləq şəkildə fe'li təhlil edin. Yəni şəkilçini orada tapın, daha sonra qərar verin ki, hansı şəkildir bu. Birinci fe'limiz olsaq, sözümüzün kökü oldur, ol. Daha sonra sa. Əgər sa-səm fe'lin birbaşa kökünün üzərinə gəlibsə, o zaman bu olacaq şərt şəklinin şəkilçisi. Yəni birinci fe'limiz olacaq şərt, ikincisi isə ayrılmalıyıq. Bu da olacaq vacib şəkli. Ona görə olacaq cavabımız şərt vacib. Yəni cavab B variantı. 25-ci sual. Hansı cümlədə isimləşmiş sifət xəbər vəzifəsindədir? Gördüyünüz kimi burada bizdən iki şey birdən soruşur. Yəni həm sifət xəbər olacaq, həm də isimləşmiş olacaq. Əvvəlcə biz xəbər tapaq. Su kiçiyin, yol böyüyündür. Yəni su kiçiyindir, yol böyüyündür. Deməli burada bizim xəbərimiz böyüyündür, kimindir? Kiçiyindir. Kimindir? Gördüyünüz kimi burada kiçiklə böyük sifətdir, lakin xəbər olub və ismi sualına cavab verib. Yəni kimindir sualına cavab verib. Deməli burada isimləşmiş sifət xəbər vəzifəsindədir. Cavabımız olacaq elə A variantı. Digər variantlara baxsaq, qaçanı qovmazlar. Burada bizim xəbərimiz qovmazlar. Qovmazlar ümumiyyətlə sifət deyil, feildir. C-yə baxaq. İqinin adını eşit, üzünü görmə. Burada da yəni xəbərimiz eşit və görmədir. Yəni bunlar da sifət yox, feildirlər. Ona görə C deyil. D-yə baxaq. Düz əyrini kəsər. Kəsər nə edər? Yəni burada da sifət deyil, feildir xəbər. Gərək yaxşını yamandan ayırasan, burada da yenə də ayırasan nə edəsən, bu da yəni feildir, sifət deyil. Ona görə cavabımız olacaq burada A variantı. 26-cı sual. Hansı nümunədə fikri dəqiqləşdirmək üçün şəxs əvəzliyindən istifadə edilməlidir? Deməli, burada nə demək istəyir? Yəni, bizim şəxs əvəzliyimiz, yəni mən, sən, o, biz, siz, onlar, yəni bunlardır. Yəni, bunlardan hər hansı biri mütləq işlənməlidir burada ki, biz burada şəxsin kim olduğunu tapa bilək. Yəni, əks təqdirdə biz bunu tapa bilməyəcəyik. Yazdığın məktubu sahibinə çatdırdılar. Yəni, burada yazdığın məktubu deyəndə, yəni biz bilirik ki, burada sənin yazdığın məktubdan gedir. Yəni, burada sənin sözünü işlətsən də olar, işlətməsən də olar. Onsuz da bu bəlli olur burada. Ona görə A variantı deyil. B-yə baxaq. İmtahanı müvəffəqiyyətlə verməyini bugün öyrəndim. Deməli burada imtahanı müvəffəqiyyətlə verməyini dedikdə, yəni biz burada dəqiq olaraq bilmirik ki, kimin verməyindən gedir söhbət. Yəni imtahanı sənin verməyini bugün öyrəndim, yoxsa onun verməyini bugün öyrəndim. Gördüyünüz kimi yəni burada həm sənin qoymaq olur, yəni həm ikinci şəxsi qoymaq olur, həm onun, həm üçüncü şəxsi qoymaq olur. Yəni dəqiq bilmək olmur. Ona görə də yəni burada fikri dəqiqləşdirmək üçün şəxs əvəzliyinin işlənməsi zəruridir. Ona görə də cavabımız elə olacaq burada B variantı. Digər məhdlərə də baxaq. Şəhərə getdiyimi heç kim bilmirdi. Yəni mənim getdiyimi heç kim bilmirdi. Yəni burada mənimi versəm də bilirik ki, bu birinci şəxsdir. Mənimi verməsək də bilirik ki, o birinci şəxsdir. D-yə baxaq. Səhnədə oxumağınız hamını heyrətə saldı. Səhnədə oxumağınız dedikdə, yəni biz bunu bilirik ki, yəni bu sizin oxumağınızdan gedir. Yəni burada sizin işlənməsi məcbur deyil. Y-yə baxaq. Ali təhsil almağınızı eşitmişdim. Yəni bu da eyni formada. Yəni sizin ali təhsil almağınızı eşitmişdim. Yəni burada sizin qoysam da olar, qoymasam da olar. Ona görə cavabımız olacaq burada B variantı. 27-ci sual. Hansı cümlələrdə fərqləndirilmiş sözlər təsirli haldadır? Qoz ağacından qapı düzəltdilər. Baxıram ki, burada qapı sözü var. Yəni buna tez adlı hal deməmişdən öncə baxmaq lazımdır əvvəla. Düzəltdilər feilinə bir göz gəzdirək. Düzəltdilər sözünə sual verin. Düzəltdilər. Nəyi düzəltdilər? Təsdiq halının 3 sualı var. Daha doğrusu 4 sualı var. Kimi, nəyi, haranı və nə? Amma biz nəyini qoyaq bir qırağa? Biz burada hansı halda olduğunu tapmaqdan ötürü bizə bu 3 sual kömək olacaq. Düzəltdilər sözünə sual verin. Düzəltdilər nəyi? Nəyi düzəltdilər? Əgər bu sualı verə bilirsinizsə, deməli onun yanındakı söz təsirli hal olacaq. Yəni qapını düzəltdilər. Elə bizim birincisi elə 1 olacaq. İkinciyə baxaq. Dostlarım dəniz sahilinə getdilər. Buradakı dəniz sözü yəlik haldı. Yəni dənizin sahilinə getdilər. Dənizin sahili. Ona görə də 2 deyil, yəni qeyri-müəyyən yəlik halı idi o. 2-ni çıxarsam A, B və Y gedir. 3-ə baxaq. Onun həyatı çətinliklərlə dolu idi. Həyatı sözündəki ö mənsubiyyətdir. Yəni onun həyatı. Yəni bu həyat ona aiddir. Həyat ona mənsubdur. Ona görə də bu mənsubiyyətdir. 3 də deyil. 3-də çıxsam, yəni cavabımız qalacaq D variantı. Davam edək. Direktor əlaçı şagirdlərə təqaüd verdi. Bu da eyni ilə verdi. Nəyi verdi? Nəyi verdi? Təqaüdü verdi. Yəni gördüyünüz kimi feilə siz sual verin. Kimi, nəyi, haranı? Bu üçündən hər hansı birinə əgər feil cavab verirsə, deməli onun yanındakı təsirlik haldır. Yəni direktor əlaçı şagirdlərə təqaüdü verdi. 4-də olacaq. 5-ə baxaq. Ramal dostuna maraqlı kitab aldı. Gördüyünüz kimi yenə də aldı. Nəyi aldı?
kitabı aldı. Ona görə də bu da olacaq təsirlik hal. Yəni üçü də qeyri-müəyyən təsirlik hal oldu bunların. Cavabımız oldu D variantı. Növbəti sual. Göy çay sözü ilə bağlı verilmiş fikirlərdən hansı səhvdir? Göy çay şəkli necələrə bölünür? Bəli, bu doğrudur. Vurğu son hecanın üzərinə düşür. Xeyr, bu yanlışdır. Göy çay sözündə vurğu göy sözünə düşür, göy hissəsinə düşür. Yəni göy çay, göy çay. Yəni buranın daha qüvvətli deyilik. Ona görə cavabımız olacaq B variantı. C-yə baxaq. G samitinin kar qarşılığı K, Y samitinin kar qarşılığı isə X samitidir. Bəli, G, K, Y, İ-dir. Bəli, ona görə C doğrudur. D-yə baxaq. A hünçqanı gözlənilməmişdir. Bəli, Ö incədir, A qalındır. Doğrudur. İlk hecədə uzun tələffüz olunan sayt yoxdur. Bəli, yoxdur. Cavabımız olacaq B variantı. 29-cu sual. Cümlələrdən birində sadə və mürəkkəb bağlayıcı var. Əvvəla nədir bu sadə və mürəkkəb bağlayıcı? Yəni əgər bir sözdən ibarətsə sadədir, 2 və 2-dən artıq sözdən ibarətdirsə artıq mürəkkəb bağlayıcı olacaq. Baxaq, ya bizə gəl, ya evə get. Burada deməli ya var, yəni ya, hər iki ya sadə bağlayıcılardır, ona görə A deyil. B-yə baxaq. Hava soyuqdur, çünki qar yağır. Burada da yenə çünki var, çünki sadədir. De ki, dərsə gəlsin ya da ki, izahat yazsın. Bəli, artıq burada həm sadə bağlayıcı var, həm mürəkkəb bağlayıcı var. Gördüyünüz kimi ki burada sadə bağlayıcıdır. Ya da ki isə artıq mürəkkəb olacaq. Çünki burada 3 dənə söz var. Ona görə cavabımız olacaq burada C variantı. D-yə də baxaq. Söylə ki, dərsini yaxşı oxusun. Burada sadəcə ki, yəni sadə var. Uşaqlar, bir halda ki imtahandasınız, onda yaxşı yazın. Burada bir halda ki mürəkkəb var, lakin sadə yoxdur. Ona görə cavabımız olacaq burada C variantı. 30-cu sual. Baş üzvlərindən biri söz birləşməsi ilə ifadə olunmuş geniş cümləni müəyyənləşdirin. Əvvəla, baş üzvləri biz bilirik ki, mübtəda da xəbər. Deməli, baş üzvlərdən ikisindən biri söz birləşməsi ilə ifadə olunacaq və cümləmiz də geniş cümlə olacaq. Əvvəla nədir geniş cümlə? Əgər bir cümlənin tərkibində ikinci dərəcəli üzvlərdən hər hansı biri varsa, yəni təyin, tamamlıq, zərflik bu üçündən hər hansı biri varsa cümlə genişdir. Amma əgər ikinci dərəcəli üzvlərinin heç biri yoxdursa, artıq o cümlə olacaq müxtəsər cümlə. Bunu tapmaqdan ötürü biz cümləni gərək təhlil edək. Onun gözləri sevincdən yaşarmışdı. Təhlil etsə deməli, nə etmişdi? Yaşarmışdı xəbər. Nə yaşarmışdı? Onun gözləri. Onun gözləri nə üçün yaşarmışdı? Nə səbəbə yaşarmışdı? Bu da olacaq artıq səbəb zərfliyi. Deməli, baxaq indi. Burada bizim baş üzvlərimizdən biri söz birləşməsini ifadə olunub. Burası doğrudur. Bəli, yəni yaşarmışdı. Xəbər, yəni söz birləşməsi deyil, amma mübtədamız onun gözləri ism birləşməsindən ifadə olunub və cümləmiz də geniş cümlədir. Çünki orada zərflik istifadə olunub. Ona görə cavabımız olacaq A variantı. Digər variantları da təhlil edək. Siz bu sözlərdən inciməməlisiniz. Nə etməməlisiniz? İnciməməlisiniz. Xəbər, kimsiz? Mən heç bunun ardına baxmıram, çünki burada baş üzvlərin heç biri söz birləşməsindən ifadə olunmayıb. Hər ikisi sözlə ifadə olunub, yəni həm siz, həm də inciməməlisiniz. Ona görə B olmaz. C-yə baxaq. Dağlar bizi yağışla qarşıladı. Nə etdi, qarşıladı? Kim? Dağlar. Görürsünüz ki, burada da yəni baş üzvlərin hər ikisi sadəcə sözlə ifadə olunub, ona görə C olmaz. D-yə baxaq. İnsanın gələcəyi özünün əlindədir. Nədir? Özünün əlindədir. Nədədir daha doğrusu? Özünün əlindədir. Nə insanın gələcəyi. Gördüyünüz kimi bu cümlədə hər iki baş üzv söz birləşməsindən ifadə olunub, ona görə D deyil. Y-yə baxaq. Əkbər sakitcə otaqdan çıxdı. Nə etdi? Çıxdı. Kim? Əkbər. Yəni burada da baş üzvlərin hər ikisi sadəcə sözlə ifadə olub. Ona görə cavabımız olacaq burada A variantı. Bugünlük bu qədər. Videonu bəyəndinizsə dostlarınızla paylaşmağı və bəyənməyi unutmayın. Sağ olun.